Bəzən belə bir fikir cəmiyyətdə rast gəlinir. İnsan yalnız Allahı sevməlidir, Allahdan qorxmamalıdır. Allah qorxulu varlıq deyil. Ona görə insan yalnız Allahı sevməlidir, yalnız Allaha məhəbbət göstərməlidir. Baxın, təkcə sevmək kifayət eləmir. Biz həm də Allahdan qorxmalıyıq. Allahdan olan qorxumuz bizə yardım olar, bizə kömək olar. İslam baxımından qorxular iki cürdür. Bir müsbət qorxulardır, bir də mənfi qorxular. Müsbət qorxu insanı günahdan saxlayar, insanı islah edər, insanı inkişaf etdirər, insanı Allaha yaxınlaşdırar. Necə ki Allah Teala özü Quranda buyurur, Fatir surəsinin 28-ci ayəsində: İnnəmə yaxşallaha min ibadihil uləmə. Allahdan bəndələr içində yalnız alimlər qorxar. Baxın, Allah deyir, bunu mən demirəm. İnsan Allahdan qorxmalıdır. Və cahillər, nadanlar Allahdan qorxmazlar. Alimlər qorxarlar. Çünki insan xətakardır. İnsan günaha meyilli bir varlıqdır. İnsan bəzən bilmədən də günah eləyir. Əgər biz Allahdan qorxmasaq, rahat şəkildə günah edərik, rahat şəkildə pis işlərə meyilli olarıq, özümüzü islah etmərik.